Salam əziz izləyicilər, mən tarix və coğrafiya müəllimi Fatimə Əzova. Bugün sizlərə tarixdə ilk mövzu olan İbtidai icma quruluşunu izah edəcəm. İbtidai icma quruluşu bəşər cəmiyyətinin ilk ictimai formasiyasıdır və bütün dövlətlər bu tarixi dövrü keçmişdir, fəqət fərqli zamanlarda. Azərbaycanda isə İbtidai icma quruluşu şəkildə gördüyünüz ümumiyyətlə dünyada bu dövrlərə ayrılır. Daş dövrü, tunc dövrü və dəmir dövrü. Daş dövrü də özü 3 dövrə bölünür. Paleolit, mezolit, neolit, yəni qədim daş dövrü, orta daş dövrü və yeni daş dövrü. Paleolit də öz növbəsində alt paleolit, orta paleolit və üst paleolit dövrlərinə ayrılır. Gəlin ən əvvəldən öyrənək alt paleolit dövründə. Deməli, alt paleolit dövrü ilk insanın yaranmasından 100 min il əvvələ qədər olan dövrü əhatə edir. İlk insan adlanırdı nə? Bacarıqlı insan. Yazırıq burada, bacarıqlı insan. Bacarıqlı insan nə ilə məşğul idi? Yəni, bu təsəvvür edin, ilk insandır da. İndiki kimi deyil. Hələ heç bir şey istehsal etməyi öyrənməyib. Sadəcə ətrafda tapdıqları qidaları, meyvələri, ağacdan dərib onunla qidalanır və yaxud da heyvan ovlayır. Buna biz mənimsəmə təsərrüfatı deyirik. Yəni, bacarıqlı insan məşğul idi nə ilə? Mənimsəmə təsərrüfatı ilə. Mənimsəmə təsərrüfatı da nədir? Ovçuluq və yığıcılıq mütləq şəkildə yadınızda saxlamalısınız. İlk insan, yəni bacarıqlı insan, oddan istifadə edə bilirdi. Amma odu əldə edə bilmirdi. Yəni, təsadüfən də ildırım çaxması və sair təbii hadisələrdən odu tapa bilirdilər və ondan istifadə edə bilirdilər. Amma onu özləri əldə edə bilmirdi. Yəni, biz bura oddan istifadə yaza bilərik. Amma odun əldə olunmasını yaza bilmərik. Yazdıq nə? Oddan istifadə. Deməli, oddan istifadə edə bilirdi. Yaxşı. Bəs ilk insanlar ətrafdakı təhlükələrdən qorunmaq üçün nə edirdilər? Birləşirdilər. Bu birləşmə kör təbii idi və adlanırdı nə? Ulu icma. Paleolit dövrünün, ümumiyyətlə daş dövründən danışırıqsa, insanlar əmək alətlərini ilk dəfə hazırlayırdı nədən? Daşdan. Qısaca əmək alətləri nədən hazırlanırdı? Daşdan hazırlanırdı. Ümumiyyətlə, əslində digər dövrlərdə də biz bu daşdan bəhs edərik. Yəni, necə deyim, daşdan hazırlanan əmək alətlərindən istifadə edirdilər. Müxtəlif əmək alətləri hazırlanırdı. Sivri daş, dəyənək və s. bunlardan istifadə edirdilər. Yəni, ilk əmək alətləri daşdan hazırlanırdı. Bundan əlavə, alt paleolit dövrü haqqında da danışa bilərik. İlkin dini təsəvvürlər də var idi. Əslində, bu dövrə aid tapıntılar Azərbaycanda var. Ən qədim tapıntılar Azıq mağarasında, Xocavənd rayonu ərazisində 1968-ci ildə Məmməd Əli Hüseynov tərəfindən tapılmışdı. O, bu mağarada qadın alt çənə sümüyü, bundan əlavə ocaq izləri, əmək alətləri, kobud əmək alətləri tapmışdı. Daha sonra ayı kəlləsi, hansı ki ayı kəlləsinin üzərində müxtəlif cızma qaralar vardı. Bu, alt paleolit dövründə insanların İlkin dini təsəvvürləri olduğunu göstərir. Yəni, nə var idi? İlkin dini təsəvvürlər. İlkin dini təsəvvürlərə malik idi. Ümid edirəm ki, heç bir şey atlamamışam. Yəni, alt paleolit dövrü. Bir də Azərbaycanda alt paleolit insanı adlanırdı azıxantrop. Niyə? Çünki Azıq mağarasında alt paleolit dövrünə aid olan tapıntılar tapılıb. Əlavə olaraq biz alt paleoliti Quruçay mədəniyyəti adlandırarıq. Çünki bu tapıntılar Quruçay vadisindən tapılmışdır. Hətta onu da qeyd edək. Quruçay. Quruçay mədəniyyəti. Daha sonra keçdik orta paleolitə. Orta paleolit isə 100 min il əvvəldən, hardasa 35 min il əvvəl. Əslində kitablarda alt, orta, üst deyil də paleolitin əvvəlləri, ikinci mərhələsi, paleolitin sonları olaraq qeyd edilir. Amma testlərdə hələ də mən bu ifadələrə rast gəlirəm deyə bu şəkildə yazdım. Orta paleolit dövrü əvvəllər yazılırdı Mustiye mədəniyyəti. Mustiye mədəniyyəti adlanır. Orta paleolit dövründə əslində çox da önəmli şeylər baş verməyib. Sadəcə axirət dünyasına inam, bunu xüsusi olaraq qeyd edə bilərik. Axirət dünyasına inam orta paleolitdə meydana gəlmişdi. Orta paleolitdə hələ də oddan istifadə olunurdu. Əlavə olaraq odu
əldə edə bilirdilər. Yəni nə? Süni od. Süni od əldə etməyi öyrənmişdilər. Daha sonra hələ də ulu icmada yaşayardılar, hələ də əmək alətləri daşdan hazırlanırdı. Əlavə olaraq Orta Paleolit dövründə yaşayan insanlar Neandertal insan adlanırdı. Yəni Orta Paleolit dövründə baş verən əsas dəyişikliklər bunlardır. Yerdə qalan çox şey zaten Orta Paleolitlə eynidir. Daha sonra keçirik Üst Paleolit. Üst Paleolitdə biraz hadisələr daha çoxdur. Üst Paleolit dövrü 35 min il əvvəldən eradan əvvəl 12-ci min illiyə qədərki dövrü əhatə edir. Üst Paleolitdə nə baş verdi? Üst Paleolitdə baxın, burada Orta Paleolitdə nə görürük? Süni odun əldə olması. Düzdür, süni od əldə olunandan sonra artıq insanlar bişmiş qidaları yeməyə başladı. Və avtomatik çənələr kiçildi, beyin böyüdü, beyin inkişaf etdi. Burada yeni bir insan tipi ilə qarşılaşırıq. Bu insan adlanır ağıllı insan və yaxud da Homo sapiens. Bu insanların dediyi axı çənələri balacalaşıb. Səsli nitq formalaşdı. Yazırıq nə? Səsli nitq. Daha sonra süni od yenə də var. Hələ də əldə etməyə bacarırlar. Həm təbii, həm də süni oddan istifadə edirlər. Əmək alətləri yenə daşdan hazırlanır. Daha sonra Üst Paleolit dövründə artıq insanlar ulu icmada deyil də bir qohumlar birləşir, bir yerdə əmələ gətirirlər qəbilə icmasını. Qəbilə icması. Yəni ulu icma qəbilə icması ilə əvəz olunur nə zaman? Üst Paleolitdə. Və qəbilə icması bu arada nəsli icmada adlanır. Qan qohumluğu əsasındadır və qan qohumluğu da ana xətti üzrə gedir. Yəni Üst Paleolit dövründə formalaşdı nə? Matriarxal cəmiyyət və yaxud da ana xaqanlığı. Ana xaqanlığı erkən tunc dövrünə qədər davam edəcəkdir. Üst Paleolitdə əsasən ağıllı insan, səsli nitq, qəbilə icması. Bu arada ağıllı insan yerinə Homo sapiens də yaza bilər. Bir də ana xaqanlığı qeyd etdik. Yəni ümid edirəm ki, heç bir şey qaçırmamışam. Ümumilikdə isə Azərbaycanda Paleolit dövrünə aid olan düşərgələri harda rast gəlirik? Lerikdə Buzeyirdə, Mingəçevirdə Qaraca, Naxçıvanda Qazma, Qazaxda Damcılı, Daşsalahlı, daha sonra Qarabağda Azıq, Tağlar, Kəlbəcərdə Zart mağaralarında Paleolit dövrünə aid olan abidələrə biz rast gələ bilərik. Bu oldu nə? Qədim daş dövr. İndi keçdik Orta daş dövrünə, yəni Mezolitə. Mezolit dövrü əsasən əhatə eləyirdi eradan əvvəl 12, 8, hətta qeyd edək bunu. Və eradan əvvəl 8-ci minillikdir. Bəziləri əsr qəbul edir, xeyr. Eradan əvvəl 12 və 8-ci minillikləri əhatə edir Orta daş dövrü. Orta daş dövründə, yenə də deyirəm, burada ağıllı insan yazdımsa, yəni Homo sapiens yazdım. Mezolit üçün də xarakterikdir. Neolit də, enolit də, tunc da, dəmir də. Yəni artıq Homo sapiens yarandı. Bundan sonra ancaq Homo sapiensdir. Yəni ağıllı insan burada da var. Burada qeyd etdiklərim mezolitdə də var. Yəni nə üst paleolitdə qeyd etmişəm, hansı mezolit dövründə də var. Bəs mezolit dövrünün yenilikləri nələr idi? Əsas burada ox və kamanı qeyd eləyəcəyik. Bəli, ox və kaman ixtira olundu. Ox və kaman ixtira olunandan sonra insanlar heyvanları daha rahat şəkildə ovlamağa başladılar. Və ovlama prosesi yəni daha rahat olduğu üçün insanlarda belə biraz boş vaxt yarandı. Və insanlar başladı heyvanları əhliləşdirməyə. Yəni, ibtidai maldarlığın, yaxud da ilkin maldarlıq yazaq, ilkin maldarlıq, ibtidai maldarlıq əsası qoyuldu. Bundan əlavə, qadınlar bəzi bitkiləri təsadüfən də torpağa düşürdülər, sonra onun torpaqda becərdiyini gördülər. Yəni, nə oldu? İbtidai əkinçiliyin əsası qoyuldu. İbtidai əkinçiliyi qeyd etdi. Yenə də boş vaxtları var. Sənətkarlıqla da məşğul olmağa başladılar. Yəni, ibtidai sənətkarlığın da əsası qoyuldu. Baxın, nə qədər yeniliklər var. İbtidai maldarlıq, ibtidai əkinçilik. Maldarlıq və əkinçilik artıq mənimsəmə təsərrüfatı deyil. Çünki insan burada nə eləsə artıq məşğul olur və özü nə isə yaradır. Heyvan balalayır, torpaqdan bitki yetişir. Yəni, bu artıq təbiətdən hazır məhsulu mənimsəmək deyil də özünün nəsə etməyidir. Yəni, bu istehlak deyil, istehsaldır.
Bu arada mənimsəmə əvəzinə istehlak da yaza bilər. Eyni şeydir. İstehlak istifadə etmə, mənimsəmək demək. Deməli, mezolitdə nə oldu? İstehlakdan istehsala keçidin əsası qoyuldu. Və yaxud da mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Tam formalaşma isə neolit dövründə olacaq. Bundan sonra mezolit dövründə insanlar balıqçılıqla da məşğul olurdular. Çünki qayıq, ağacın içini oyurdular, qayıq düzəldirdilər. Yəni qayıq. Balıq ovlamaq üçün isə harpundan istifadə edirdilər. Daha sonra heyvanları doğramaq üçün daha kiçik, iti uclu alətlər lazım idi. Buna görə də mikrolit alətlər formalaşdı. Yəni bunlar mezolit dövründə baş verən əsas yeniliklər sayılır. Digər dövrlərlə oxşar cəhəti yenə dini inanclar var idi. Yenə ağıllı insandır. Yenə də əmək alətləri daşdan hazırlanır. Yenə də süni od əldə edə bilirlər. Təbii oddan da istifadə edirlər. Süni od da əldə edə bilirlər. Yəni əsas proseslər bunlardır. Mezolit dövrü abidələri isə Azərbaycanda Abşeronda Qobustan düşərgəsi, bir də Qazax rayonunda Damcılı düşərgəsi əsasında öyrənilir. Daha sonra isə keçdik Neolit dövrünə. Neolit dövrü eradan əvvəl 8 və eradan əvvəl 6-cı minillikləri əhatə edir. Neolit dövründə çox şey baş verir. Neolit, yeni daş dövrü. Yəni kitabda, testdə Neolit əvəzinə yeni daş dövrü və yaxud da eradan əvvəl 8-6-cı minilliklərdə baş verən hadisələr formasında da qeyd oluna bilər. Yəni bunları nəzərə alasınız. Yeni daş dövründə bəzi inqilabi dəyişikliklər baş verdi. Bunlar hansı dəyişikliklərdir? Bir çox yeni sahələr yaranmağa başladı. Məsələn, bura aiddir dulusçuluq. Yəni dulusçuluq yarandı. Ondan sonra sənətkarlıq inkişaf etdi, maldarlıq inkişaf etdi, əkinçilik inkişaf etdi. Artıq insanlar əkinçilik və maldarlıqla məşğul olduğu üçün bir yerdən başqa yerə köçmək məcburiyyətində qalmırdılar. Yəni əvvəllər heyvan ovluyurdular deyə bir yerdə qalmırdılar, başqa bir yerə köçürdülər. Amma artıq buna ehtiyac yoxdur. Ona görə də oturaq həyata keçdilər. Yəni insanlar nə zaman, baxın, ibtidai əkinçilik düzdür, mezolitdir, amma bu ibtidaidir də, hələ də əsas ovçuluqdur, yığıcılıqdır. Amma neolitdə bu tam inkişaf etdiyi üçün artıq ovçuluq və yığıncılıq ikinci dərəcəli təsərrüfat sahəsi oldu. Yəni insanlar artıq əkinçilik və maldarlıqla daha çox məşğul olmaya başladılar və nə oldu? Oturaq həyat tərzi. Bu dövrdə sənətkarlıq da inkişaf etdi. Ondan sonra insanlar daş alətləri deşməyi və cilalamağı, deməli alətləri nə? Deşməyi və cilalamağı öyrəndilər. Bunlar da neolit dövründə baş verən əsas hadisələr sayılır. Dulusçuluq, əhalinin oturaq həyata keçməsi, daş alətlərin deşməyi və cilalanması götürə bilərik. Daha sonra isə keçirik eneolitə. Eneolit əslində nə daş dövrünə gedir, nə də tunc dövrünə bir keçid dövrdür. Bunu biz adlandırırıq mis daş dövrü. Eneolit dövrü eradan əvvəl 6 və eradan əvvəl 4-cü minillikləri əhatə edir. Yaxşı, bəs eneolit dövründə hansı dəyişikliklər baş verdi? İlk metal kəşf olundu. Bu ilk metal da mis idi. Fəqət mis çox kövrək bir metal idi. Ondan silah hazırlamaq olmurdu və yaxud da daş alətlər kimi möhkəm deyildi deyə. Misdən sadəcə bəzi sənətkarlıq, bilərziklər və s. aksesuarlar hazırlaması da istifadə olunurdu. Amma yəni ilk metal desək eneolit götürürük. Yəni metal işləmənin əsası da elə eneolitdə qoyulur. Hətta yazan metal işləmə. İbtidai metal işləmə. İlk metal. Eneolit. Daha sonra eneolit dövründə neolitdə bir şey qeyd eləmədim, indi yadıma düşdü. Toxa və oraqın ixtirası. Toxa və orağı düzəltdilər. Bunlar hansı ki, əkinçilikdə istifadə olunurdu. Eneolit dövründə isə toxadan sırf əkinçilikdə çox istifadə olunurdu ki, toxa əkinçiliyi. Əsas əkinçiliyimiz toxa əkinçiliyi adlanır, hansı ki, o eneolit dövründə meydana gəlmişdir. Daha sonra eneolit dövründə
Bir fərqli cəhət isə ondan ibarətdir ki, yenə neolit dövründə yadıma düşdü toxuculuq yaranmaq. Sonradan yadıma düşürəm toxuculuq da neolitdir. Bir də onda qeyd eləyək. Neolit dövrü abidələrdə Azərbaycanda əsasən Ağcabədidə Kamil təpədə rast gəlmişdi, bir də Tovuzda Göytəpədə. İndi eneolitə davam edə bilərik. Demək dedik, ibtidai metal işləmədir, toxa əkinçiliyidir, toxadan istifadə olunurdu. Daha sonra evlər, çiy, kərpic və möhürdən hazırlanırdı. Eneolit dövründə ölülər evlərin içərisində və yaxud da aralarında dəfn olunmağa başlandı. Ölülərin yanında müxtəlif bəzək əşyaları və s. qoyulurdu. Üzlərinə də qırmızı boya, yəni ölülərin üzünə qırmızı boya və yaxud da oxra çəkilirdi. Bunlar da eneolit dövründə baş verən əsas bizdə dəyişikliklər sayılır. Eneolit dövrü abidələrinə isə biz ən çox Cəlilabad rayonunda Əliköməkdəpədə rast gələ bilərik. İndi lövhəyi birazdan siləcəm və Tunc dövrünə keçid edəcəyik. İndi isə davam edək, Tunc dövrü haqqında danışaq. İnsanlar gördülər ki, mis çox kövrəkdir. Misə müxtəlif qarışıqlar əlavə edərək daha doğrusu yeni bir metal yaratdılar. Buna da biz deyirik tunc. Tunc misə nəzərən daha möhkəm və daha davamlı idi. Ona görə də geniş şəkildə istifadə olunurdu. Tunc dövrü özü bölünür erkən tunc, orta tunc və son tunc. Erkən tunc dövrü əhatə eləyəcək eradan əvvəl 4-cü minilliyin ikinci yarısı, 3-cü minilliyin, yəni eradan əvvəl deyirəm, 3-cü minilliyin sonları. Erkən tunc dövründə nə oldu? Əkin sahələri genişləndi daha da çox. Və avtomatik əkin sahələri genişləndiyi üçün toxa kifayət etmirdi. İnsanlar xışdan istifadə etməyə başladılar. Yəni, erkən tunc dövründə toxa əkinçiliyi əvəz olunur nə ilə? Xış əkinçiliyi ilə. Və xışı əməlli başlı belə kişilər tutub dartırdı və bu da çox ağır bir iş idi. Yəni, bu dövrdə kişilərin həyatdakı rolu daha da artdı. Və ana xaqanlığı əvəz olundu nə ilə? Ata xaqanlığı ilə. Ana xaqanlığı əvəz olundu nə ilə? Ata xaqanlığı ilə. Bu da erkən tunc dövründə. Yadımızda salaq ki, ana xaqanlığı nə zaman yaranmışdı? Üst paleolit dövründə. Nə zaman sona çatdı? Erkən tunc dövründə. Deməli, bundan sonraki prosesdə siz ana xaqanlığı götürə bilməzsiniz. Üst paleolitdən tunca qədər nə qədər hadisə var idisə, nə qədər bir zaman keçdisə, orada ana xaqanlığı götürə bilərdiniz. Amma artıq götürə bilməzsiniz. Ana xaqanlığı ata xaqanlığı ilə əvəz olundu. Daha sonra yenə üst paleolitdən insanlar qəbilə icmasında yaşardılar. Düzdür, ana xətti ilə gedirdi. Artıq ana xaqanlığı sübut etdi. Deməli, insanlar artıq fərqli formada birləşəcək. İnsanlar birləşdi nədə? Tayfalar. Deməli, nələr yarandı? Tayfalar yarandı. Qəbilə icması ləğv olundu, onun yerini nə tutdu? Tayfalar. Bu dövrdə baş verən ən mühüm dəyişikliklərdən biri də birinci ictimai əmək bölgüsüdür. Yaxşı, bəs nədir birinci ictimai əmək bölgüsü? Yenə deyirəm. Artıq insanlar eyni anda həm əkinçilik, həm də maldarlıqla məşğul ola bilmirdi. Çünki əkin sahəsi böyüyür, heyvanların sayı artır. Bir insan sadəcə bir işlə məşğul ola bilirdi. Yəni, əkinçilik və maldarlıq bir-birindən ayrıldı. Deməli, erkən tunc dövründə nə baş verdi? Birinci ictimai əmək bölgüsü baş verdi. İki sahə olan əkinçilik və maldarlıq nə oldu? Bir-birindən ayrıldı. Bu da erkən tunc dövründə baş vermiş əsas dəyişikliklərdən biri sayılır. Daha sonra erkən tunc dövründə atdan minik vasitəsi kimi istifadə olunmağa başladı. Nə? Atdan minik vasitəsi. Erkən tunc dövründə ibadət evləri tikilməyə başladı. Biz bu ibadət evlərini harda rast gəlirik? Deməli, Xaçmaz rayonunda Sərkərtəpə, Qazax rayonunda Baba Dərviş, Naxçıvanda 1-ci Kültəpə
bölgələrində, düşərgələrində erkən tunc dövrünə aid olan ibadət evlərinə rast gəlmək mümkündür. Daha sonra erkən tunc dövrünə aid bir hadisə isə kurqanların tikilməsi idi. Kurqanlar. Kurqanlar nə idi? Kurqanlar çox vaxt varlı şəxslərin məzarlarının başında tikilirdi. Biz burada varlı şəxs dedik. Deməli, insanlar arasında nə yaranır? Bərabərsizlik. Tayfalar formalaşır. Daha sonra isə insanlar arasında bərabərsizlik. Daha sonra mübadilə də bu dövrdə yaranır. Niyə? Çünki deyirik ki, birisi maldarlıqla məşğuldur, biri əkinçilikdə. Biri buğda var, amma ət yoxdur. Birində də ət var, buğda yoxdur. Nə etməlidirlər? Mübadilə etməlidirlər. Deməli, mübadilə də erkən tunc dövründə yarandı. Yəni, erkən tunc dövrü haqqında deyəcəklərimiz əsasən bunlardır. Daha sonra keçirik orta tunc dövrünə. Orta tunc dövrü əhatə eləyir eradan əvvəl 3-cü minilliyin sonlarından eradan əvvəl 2-ci minilliyin ortalarına qədər. Daha doğrusu, orta tunc dövründə hansı hadisələr? Bax, buradakı şeylər yenə var. Məsələn, xırş əkinçiliyi var, ata xaqanlığı var. Tayfalar birləşir, olur nə? Tayfa ittifaqları. Yəni, nə yazırıq? Tayfa ittifaqları. Bərabərsizlik daha da artır. Bunu da qeyd edə bilərik. Daha sonra Orta Tunc dövründə ikinci ictimai, burada birinci ictimai əmək bölgüsü baş verdi. Orta Tuncda ikinci ictimai əmək bölgüsü baş verəcək. İkinci ictimai əmək bölgüsü. Bəs nə idi ikinci ictimai əmək bölgüsü? Sənətkarlıq, əkinçilik və maldarlıqdan ayrıldı. Deməli, nə oldu? Sənətkarlıq ayrıldı. Nədən? Əkinçilik və maldarlıqdan. Artıq müstəqil bir sahə sayılır sənətkarlıq. Bu oldu ikinci ictimai əmək bölgüsü. Daha sonra Orta Tunc dövründə bəzi yeni sahələr yarandı. Bura aiddir üzümçülük, bostançılıq, şərabçılıq, bağçılıq. Və s. Bunlar da olacaq bizim yeni sahələrimiz. Bu arada qeyd etməmişdim. Azərbaycanda erkən tunc dövrünə aid olan abidələr əsasən Küraraz bölgəsində öyrənildiyi üçün bu Küraraz mədəniyyəti adlanır. Orta tunc dövründə isə insanlar qabları boyamağa başladığı üçün, yəni duluçuluq var da, zaten neolitdən biz onu bilirik. Amma boş idi. İndi isə onu rəngləməyə, boyamağa başladılar. Deməli, hansı mədəniyyət yaranacaq? Boyalı qablar mədəniyyəti. Daha sonra ticari əlaqələr formalaşacaq. Yəni, Azərbaycan ərazisi ilə Ön Asiya yazırıq. Ön Asiya ilə mübadilə deyə bilərik də, mübadilə. Bunlar da Orta Tunc dövründə baş verən əsas hadisələr sayılır. Bir də erkən Tunc dövrü haqqında da yenə yadıma düşdü, bir şey qeyd eləmədim. Evlər çiy, kərpic və daşdan hazırlanır. Niyə bunu qeyd edirəm? Çünki Eneolit dövründə biz oxumuşduq ki, evlər çiy, kərpic və möhürdən hazırlanır. Tuncda isə çiy, kərpic və daş. Yəni, bunu öz yadınızda mütləq şəkildə saxlayasınız. Azərbaycanda Orta Tunc dövrü abidələrinə isə biz əsasən rast gəlirik. Naxçıvanda məsələn 2-ci Kültəpə, sonra Oğlan qala, ondan sonra başqa Urmiyada Göytəpə. Burada da deməli, daha sonra Qarabağda Üzərlik təpə yadıma düşdü. Orta Tunc dövrünə aid olan abidələrə biz burada rast gələ bilərik. Daha sonra isə keçirik Son Tunc dövrü. Son Tunc dövründə nə oldu? Artıq varlı və kasıb təbəqə yarandı. Yəni, nə qeyd edirik burada? Varlı, kasıb. Yəni, artıq təbəqələşmə kəskinləşir. Bu arada biz Son Tuncu həm də ilk dəmir olaraq da qeyd edək. Və əhatə eləyirdi əsasən 2-ci minilliyin ikinci yarısından 2-ci minilliyin sonlarına qədər varlı və kasıb təbəqə yaranmağa başladı. Ata sitayiş. Niyə ata sitayiş? Çünki varlı təbəqə var. Varlı təbəqə özünü qorumalıdır. Atdan da qoşqu vasitəsi kimi istifadə edir. Yəni, at önəmli bir heyvan oldu. Yəni, nə qeyd edəcəyik burada? Ata sitayiş. Varlılar öz sərvətlərini qorumalıdırlar.
Buna görə də müxtəlif müdafiə qalaları tikirlər və bunlara biz deyirik siklopik tikililər. Deməli, siklopik tikililər nəyə aiddir? Son Tunc dövrünə. Son Tunc dövründə 3-cü ictimai əmək bölgüsü yarandı. Sənətkarların içərisində sənətkar tacirlər qrupu, yəni tacirlər. Sənətkarların içərisində kimlər ayrıldı? Tacirlər ayrıldı. Yəni tacirlər nə əkinçilik, nə sənətkarlıq, nə maldır, bunlarla məşğul olmurdular. Əsasən bunlar arasında mübadiləni həyata keçirirdilər. Və bunlar da varlı təbəqəyə daxil, yəni tacirlər varlı təbəqə sayılırdı, hansı ki Son Tunc və deməli ilk dəmir dövründə baş verən əsas hadisələr bunlar idi. Son Tunc ilk dəmir dövründə artıq biz deyiriksə varlı təbəqə, kasıb təbəqə yaranıb, tayfa ittifaqları, yeni tayfa ittifaqları yaranır, tayfa başçılarının nüfuzu artır, artıq müharibələr qaçınılmaz olur. Bərabərsizlik, müharibə və s. bunlar hamısı ibtidai icma dövrünün sonunu gətirir. Yəni bundan sonra artıq ibtidai icma dövrü bitəcək nə ilə? Son Tunc və ilk dəmir dövrü ilə. Hələlik bu qədər. Ümid edirəm ki, video izah sizə yardımcı olmuşdur. Nə sualınız varsa yorum bölməsində qeyd edə bilərsiniz. Eyni zamanda məni dəstəkləmək üçün kanalıma abunə olub videonu bəyənə bilərsiniz. Əlavə olaraq məni Instagramdan da izləyə bilərsiniz. Instagram hesabımı da yerləşdirəcəm aşağıya. Təşəkkür edirəm. Sağ olun, salamat qalın.